Peyğəmbərdən zinə icazəsi istəyən oğlan. Deməli bir gün bir gənc Peyğəmbər sallallahu əleyhi və səlləm yanına gəlir və deyir ki, ey Allahın rəsulu, mənə icazə ver, zinə edim. Və bunu görən sahabələr dururlar ayağa, deyirlər, ey gənc, sən nə deyirsən? Biraz deyirlər də, əsəbləşir Peyğəmbər sallallahu əleyhi və səlləm yanına Peyğəmbərdən sallallahu əleyhi və səlləmlə zinə etmək istəmək. Gənc Peyğəmbər sallallahu əleyhi və səlləm bütün sahabələri sakitləşdirir və qayıdır deyir ki, ey gənc, gəncin yanına tutur, dizinə tutur və deyir, ey gənc, sən ananın zinə etməsini, bacının, xalanın, onun, bunun qohumlarının zinə etməsini istəyərsənmi soruşur. O da xeyr, istəmərəm deyir. Bəs deyir, sən istəmədiyin kimi heç kim də istəmir ki, kimsə yəni bu işi görsün. Quran-Kərimdə də buyurur ki, "Və la taqrabu zinə", zinaya yaxınlaşmayın. Həqiqətən o çirkin işdir, kötü bir əməldir, yaxşı iş deyil. Allah Taala bizim zinə edənlərimizi, günahlarımızı əfv eləsin. Amin. Allaha tövbə edək və bu günahdan çalışaq, çəkinək. Əssalamu aleykum və rahmetullah və bərəkətuh. Kanala abunə olub like atmayı unutmayın.